Bismillahirrahmanirrahim. Allahın salamı olsun ələ salamın aşıqların üzərinə. Şükürlər olsun Allaha ki, Məşəd və Kərbəla zəvvarlarımızla artıq ələ salamın evinə daxil oluruq. Esselamu aleykə ya əmirəl-müminin. İnşallah bu gördüyünüz sol tərəfdə kiçik olan xırda otaqlar ələ salamın oğlu İmam Həsən və İmam Hüseyn salamın otağıdır ki, zəvvarlarımız da ziyarət edəcəklər inşallah. Keçirik bu birisi tərəfə. Bura İmam Həsəndən İmam Hüseyn salamın otağıdır. Keçin ziyarət edin, gəlin bu tərəfə. Bu gördüyümüz yer isə Həzrət Əli salam zərbətlənəndən sonra İmam Həsən və İmam Hüseyn salamın tərəfindən gətirildi bu yerə və Əli salam şəhadətə yetəndən sonra ağanın qüsullandığı yer bu yerdir, cənazə qüsulu verilən yer. O kiçik xırda otaq isə Həzrət Əli salamın kəfənləndiyi otaqdır. Allah Əli salamın qatili başda olmaqla, İbn-i Mülcəm başda olmaqla Allah bütün əhl-i beytin qatillərinə əbədi lənət eləsin inşallah. Və bu gördüyünüz, daha doğrusu görəcəyiniz yer inşallah Həzrət Əli salamın quyusudur. Ki Əli salamın evinin quyusu bu yerdir. Bu tərəfdə olan otaqlar isə daha o tərəfə keçə bilmirik. Həzrəti Əli salamın xanımı Ümmülmənin və qızı xanım Zeynəbin və Həzrət Əbəlfəzağanın otaqları da bu istiqamətdədir. Allah hər bir şəxsə Əli salamın müqəddəs evinin ziyarətini nəsib eləsin. Uğur Tele və şirkət olaraq hər bir zaman xidmətinizdəyik. Vəsselamu aleykum və rəhmətullahi və bərəkətuhu.